Birinci dəfə dəyişdir ha. Sən bilirdin. Sən bilirdin. O gələndən başqa heç kim danışmırdı. Gözləyirdim bir təklif gələr də, yəni adıma layiq. Bəlkə özüm fikirlərə güvənmirlər. Əlbəttə kondisionerlər var, sözlər buz kimi olur. O qədər çətin idi ki, MMA keçmək istəyirdi. Belə deyim, professional judoistlər orada yaxşı çıxış eləyir. Rüstəm buna cavab verir. Bu provokasyon sualı. Bir də görsən ki, yuxumaz adıma girir ki, tatamiyə çıxıram, ayrıram ki, ayda. Hamı tükürdü, kontrastlara qoyurdu. Rüstəm geri sumkayla məşqə. Heç nə dəyişmək istəmirəm. Hər şey əla. Amma mən özümə inandım. Öz içimdəki Rüstəmə dedim ki, yox, 73 istəyirəm, axıra kimi də gedəcəm. Bunlar əlcə geyinib aşağı düşməlilər. Deməli uşaqlar, o Çervena Zvezda komandasında çıxış eləyib. Vidic, Stankovic. Ya. Və biz kim ola bilər bəs? Həmçinin Sportingdə çıxış eləyib. Ronaldo da. Ya. Ronaldo Cervena'da oynamamışdı. Düz oynamır. Həm də Qalatasarayda çıxış eləyib. Sane. Drogba. Yo bir dəqiqə. Drogba Cervena'da. O da Cervena'da oynamışdı. Kimi deyirsən sən? Asimhen. Kimi deyirəm Rüstəm? Mən nə bilim ki. Mən niyə gülürsən onda? O Rüstəm Orucovdur. Bəli. Hansı Rüstəm Orucov? Böyük məmnuniyyətlə mən deyəcəm Pərvin kimdir bugünkü qonağımız. Bugünkü podkastımızın qonağı əlbəttə ki Rüstəm Orucovdur. Mən bir dənə Rüstəm Orucovu tanıyıram. O da ki Azərbaycan yığmasının Olimpiya mükafatçısı və bizim yığmamızın ən tanınmış deməli judoçulardan biridir. Rüstəm Orucovdur. Hal-hazırda da harada Səudiyyə Ərəbistanda çıxış eləyir, amma elə belə çıxış eləmir. Menecerdir, özü də ki performans meneceridir. Rüstəm Orucov, Rüstəm, xoş gördük səni bizim podkastımızda. Deyilənə görə qızıl əgər danışmaq, susmaqdırsa, gümüş isə danışmaqdır. Bizdə əksinədir. Biz danışırıq, ona görə gümüş özüm bilsən də nəyə bunu bağladım. Bu bir podkastdır dostlar və podkastın yeni baxışında mən Rüfət Xələfov, Pərvin Qorçu, Emin Əhmədov, Rüstəm Orucovu sual-cavaba tutacağıq. Ən birinci sual əlbəttə ki, elə Səudiyyə Ərəbistandan başlayacaq. Rüstəm, performans meneceri bu nə olan şeydir? Birinci dəfədir eşidirəm. Bəlkə də orada bu tez-tez sallanır, amma bizdə nədir bu belə? Yox, bizdə də var head performance manager. O illi plan yazan, büdcəyə baxan, bütün komanda idarə edirsən. Normal oturubsan da elə çıxır. Rüstəm, hadi söyləyirsən. Hə, oturmuşam. Amma ona baxmayaraq ki, sən orada performans menecersən, yenə də sən görürsən oradakı judonu və bizlə fərqli olaraq orada ən böyük fərq nədir sənin fikrincə? Fərq əlbəttə ki, çoxdur. Təzə başlayıblar bunlar. Düzdür, federasiya 20 il var, amma indiyənə kimi bir nəticə yox idi. İndi biz də çalışırıq orada. Bizim üçün də böyük bir challenge-dir. Özümüzü göstərmək istəyirik. Mənlə bəlkə Tanis İlyas birlikdə işləyirik. Və özümüzü, belə deyirəm, göstərmək istəyirik, nəticə vermək istəyirik. İndi çalışırıq. Rüstəm, idmançı olmuşsan və uzun müddət tapşırıqları yerinə yetirmisən. Məşqçilərin tapşırıqları, indi özün tapşırıqları verirsən. Necə bir hissdir? Normal. Sözümə baxırlar əsas. Qulaq asırlar. Əsas odur ki, çox yaxşı bir kollektivimiz var, belə deyim. Məncə komandada ən əsası bir-birinin başa düşməkdir. Və mən sevinirəm ki, bizim orada çox gözəl kollektivimiz var. Bizim kollektiv dedikdə, yəni kollektiv neçə nəfərdən ibarətdir və bizimkilər orada varmı sənin kollektivində? Yox, bizdə belə deyim, İtaliyadan məşqçi var, Yunanistandan, Yaponiyadan və Ərəbistandan. Yəni maraqlı odur ki, deyirsən ki, bir-birinizi anlamaqdır və sonra deyirsən ki, İtaliyadandır, deməli Olur öyrənib də hamısı Azərbaycan dilin. Yox, biz ingiliscə danışırıq. Sadəcə insanlar kimi, belə deyirəm, hərəsi bir işini bilir, öz işlərini bilirlər, professionaldılar, qulaq asırlar. Yəni rahat işləmək bir adamlar. İstilərlə necə yola getsən orada? Kimlə? İstilərlə. İstilər biraz çətindir. İstilərlə. Ən çətini odur orada. Oradan deyirsən? Bəli. Nə qədər də orada qalsan sən? Keçən ildən martdan 1 il tamam olub. Hələ də öyrəşməyibsən istilərə. İstilərdə çalışırıq biz təlim məşqləri çalış başqa ölkələrə ki, orada qalmayaq. Çünki 50-60 dərəcə isti olur. Çox çətindir. Rüstəm, gördüm sənin bankalarını, əla bankalarını. 8 часов проснулся из-за вас. Sorry, brother. O hamısı Pərvinin günahıdır və Pərvin bu günahları yuyacaq. Nə cür? Ona bir şey fikirləşəcək. Armaya yaparsın diye, sağ olun. Bizim partnyorlarımızın Push 30'un gözəl hamamları var. Özdə bildiyin hamambas belə bizim partnyorlar. Partnyor yox, bizim baş Zastor Rüstəmlə hamama getməliyik ya. Doğrudan deyirsən, Rüstəm, bax buradan biz səni dəvət edirik. Hamımız atışacağıq, sən keçirəcəyik hamambasa. Push 30'da 400-dən artıq deməli lokasiya var. İdman zalları, pilates, yoga studiyaları, tennisli, kortlar, hər bir şey var.
həmçinin padel da var. Yeni Bakıda populyarlıq yığan padel da artıq Peugeot-da odur ki, Peugeot-dan istifadə edir və sual ondan ibarət idi ki, bax bu istidə məşq edən insan daha sonra gedir digər ölkələrə çıxış edir. Bu aklimatizasiya nə qədər vacibdir bu idmançı üçün, sən bir idmançı kimi? Belə deyim də, buna tam istidə məşq eləmirlər. Əlbəttə ki, kondisionerlər var. Zalar buz kimi olur. Ha, kondisioner var da. Amma sadəcə bəli. Yox, söndürüb eləyirlər də, parnoya havası yaradırlar. Yəni çöl çox isti, amma zallara girsən çox soyuqdur. Səhərdən bizə deyirik kondisioneri azaldın, çünki çox 16-ya qoyulur, donuruz. Hər yerdə elədir, taksidə, hər yerdə 16-ya qoyulur. Amma başqa ölkələrdə, nabarot, bir də görsən ki, keçən İspaniyaya getmişik, Valensiya. Elə zalın qapısı yaydaydı, zalın qapısı açılır, vəsə. İstidən ölür cəmaat. Mən deyirəm, Səudi Ərəbistan gəlmişik bura ki, havasını dəyişir, burada ondan da istidir. Rüfət prosta fikirləşir, pustinyadır, orada dalaşırlar. Səhralıqda beynib girərsən. Amma mən söylədiyim qəşəng məşq ola bilərdi. Səhralıqda məşq edirsən, sonra tatamiyə Buradan çıxıb sənə parazım səhrada məşq eləyirsən. Şotsuzda yoxdur səhra, amma biz bir şey fikirləşərik. Şotuz, səhranı əlavə edin. Rüstəm, Yox, mən o Rüstəmlə neçə ildir, 20 ilə yaxında dostluq eləyirik. Yəni hər şey bilirəm. Ona görə suallarınızı verin. Və kim bilmirsə, hər şey soruşmuşam. Pərvin çağırıb Rüstəm istəmirdi. Pərvin Misal verir ki, qorxur yanımda oturur. Deyirəm birdən nəsə deyərlər. Elə bil menecerində oturub, Rüstəm buna cavab verir. Bu provokasiya sualı. Provokasiya sualımız da var. yox, Provokasiya birazdan da hələ var. Birazdan, hə? Rüstəm, sən neçə il güləşdin, bütün ölkələri demək olar gəzdin. 2 aydan bir Yaponiyada təlimlərdəydin. Tapamırdıq biz bunu institut oxuyanda. Və sənin ən əsas rəqibin Yaponiyalı olub. Ono. Yəni imkan vermirdi də adam ki, 2 olimpiyadada imkan vermədiniz. Olimpiyada, dünya çempionatları. Çox güclü idmançı idi. Talant idi da, başqa bir. Yəni Sənə də mənə olurdu onu keçməyə. belə deyim, 2 dəfə lab yaxın oldun onu udmağa. Dünya çempionatının finalında. yox, dünya finalda vurdu yerə. Ən yaxın olimpiyadadır. Şeydə birinci Düsseldorfda ondan güləşdi. Lap birinci 2016 olimpiyada qabağı. Ha oradan güləşdik biz. Normal güləşdik, qırışdıq ondan. Sonra olimpiyadada moment oldu finalda. Atdı vazarı. Yasay komi saxladım. Prosto fiziki çox güclü. Aşağı atdım, çıxdı oradan. Saxlayamadım. Bir də moment oldu Tokyoda olimpiyadada. O podxod girəndə Uchimatov baş üstə girdi. Ay dedim Hansoki verərlər də. Vermədilər də, qoymadılar da çünki qızıl götürüyor orada. Elə polofinalda uduzum, semifinal. Yox, quarter final. Ha, 4-də 1-də uduzum. Sonra getdim 3-cü yer repçar tutdum, 3-cü yersində uduzum Koreyaya. Onda o ono olmasaydı 2 qat olimpiya çempionu ola bilərdi. Həm olimpiya. Mən fikirləşirəm ki, Tokyoda 10 olmasaydı finala rahat çıxacaqdım mən. Bir dənə ondan sonra Mongol gəldi. Yəni o rahat keçəcəkdim. Finalda da Laşa idi. Onunla da həmişə hesabımız da 9-2-dir. 9-2 yəni. Hə, 9-da son udmusan. Rüstəm, yəni yəqin ki, hamı gözləyir o sualı. 73 şəkidə rəqabət. Nə ən çox yadda qalır sənin? Və 73 Səudi Ərəbistanda rəqabət bir varmı? Səudi Ərəbistanda açığı indi daha belə fokus kadetlərə verilmiş, kadetlə juniorlara. Orada bizdə balaca çəkilər çoxdur. Bunlarda genetika biraz hamısı ya balaca arıq olur, ya da İri. Ha, belə də yekə. 73 Yəni bizi kimi yekə yox da, yəni Success ya da no, double XL. Ha, belə deyim, balaca idmançı hamısı bir çəkidə güləşir. 55, kadetlər ya 60 da belə. Ona görə orada rəqabət yaxşıdır bizdə 50-55 kilo. Amma sən ora gedəndən təzəlikcə bir nəticə də verdiniz. Deyəsən onların Bəli, tarixində ilk bunlarda nəticə idi. keçən il tarix yazmışıq bunlar üçün. Aziya oyunlarda bunlarda heç vaxt medal olmayıb, 3-cü yer tutdu. Sonra Aziya çempionatından bunlarda bir medal olub. Biz keçən il 2 medal gətirmişik, həm gümüş, həm bürünc. Onlar üçün yəni belə deyim də, ən uğurlu il sayılırdı keçən il. Sən cavab vermədin 73 rəqabət haqqında bizdə. Bizdə Çox istəyirdi, sualın altında. əlbəttə ki, məndə rəqabət olub Hidayətlə 73 Tokyo Olimpiyadasının qabaq. Bir-birimizə rəqib idi tatamidə. Axırda belə deyim də, biraz qabaqladım olimpiyada getdim. Amma ondan sonra Megadan sonra onun rəqibi
Rəşid olur rəqibin 73-də. O da Avropa çempionudur 23 yaşa qədər. O da yaxşı potensial idmançıdır, cavan. Onun haqqında danışanda Rüstəm, sən dedin ki, o qaqaş yəni ki, talantdır da, belə dedin. Talantdır. Sözü bir sən nəyə gətirirəm? Elə bir idmançı səncə, bəlkə də görübsən, sənin təcrübəndə əsasən, varmı hansı ki, talantı yoxdur, amma məşqlərə əsasən, bax bu istəyə əsasən gəlib professional olur da, yəni ki, çempion olur, yoxsa talant da vacib bir şeydir? Biri mən. Talantsız. Talantsız məşqinə, disiplinaya görə gəldim, belə nəticələr qazandım. Sonra tutaq ki, Laşa, Gürcü, Olimpiyada qızıl, bürünc, yəni gümüş. Onda da baxırsan belə bir talant yoxdur. Güləşinə baxırsan bəlkə də düzgün çıxom eləyə bilmir, amma Əzmkarlı. Yəni belə deyim, özünə inam, məqsəd, onun məşqlərinə baxırdım Qoridə. Yəni bu adam dayanmır. İndi 34 yaşı var, ya 35 yaşı var. 35 olacaq belə deyəsən. Bu adam dayanmır, məşq edir. Rüstəm, vidalaşma mərasimi yadımdadır. Sən çox emosionaldın. Birinci mən də yaxınlaşdım. Saxlayamadım. Oradaydın sən. Da, Sən mən hər yerdə varsan, maşallah. Dayan Lüboy çıxışda deyir, mən oradaydım. Bir dəfə mənim fikrim Ronaldo çalacaq, deyir, hə, mən oradaydım, yadımdadır. Ən çox nədən darıxırsan? Açıq. Tatamiyə, o çıxırsan tatamiyə, cəmaət sənə alqışlayır, udan da, o da adını deyirlər. Rüstəm Orucov, çıxırsan tatamiyə, o üçün darıxmışam, çox darıxmışam. Hərdən bir də görsən ki, yuxumaz adıma girir ki, tatamiyə çıxıram, ayılıram ki, ayda, getdi o günlər. Olur. İlk birinci il vəbşə çox çətin, o depressiya düşürsən. O idmançılar kimi karyera qutarı başa düşür professional idmançılar. Yəni birinci il çox çətin olur. Ondan sonra iş, başqa işlə məşğul olursan, adaptasiya olursan. Amma o qədər çətin idi ki, MMA keçmək istəyirdi. İnanın növbəti sual onu vermək istədim, fikirləşmirik. Doğrudan Biz başını yeyirdik bir tərəfdən, amma bu başqa Gəlmişdi yox. hə, orada onu deyəcəm. orada qalib gəlsən də. Hə, çünki yuxudur. Rüstəm, bəs Pərvin dedi ki, MMA-ya gəlmək istəyirdim. Bu elə çıxır ki, bax görsən talantda dedin ki, yox, mən talant yox idi, amma mən çalışırdım. Görsən mən yenə də sözünü kəsirəm. İndi dostum deyən tərifləmirəm. Rüstəm ən nümunəvi idmançılarımızdan biridir. Disiplin sarıdan, bilirik. özünü qorumaq sarıdan. Biz Yəni bilirik, bu adamı sən hardasa qıraqda, başqa yerlərdə görəmirdin. Bu adam acıq məşqdə. Bunu hamama aparacam. Orxanı çağırar. Ondan Rüstəm boş bekardır. Zəng edir ki, gedək hamama. Hər gün zəng edir, gedək hamama. Sən də Mən belə işimi elə görürəm ki, qutarıram və özümə vaxt ayırmağa çalışıram. İndi səndə o alınmırsa, İnşallah. İndi demirəm niyə, Mən sənə yaxşı. ailə arzu eləyirəm. Uşaqlar arzu eləyirlər. İcazə vermirlər prosta, buraxmırlar. Bəli, icazə vermirlər, özün bilirsiniz. Xahiş edirəm, bir dəfə gedim də nə olar ki? Hə, çox sağ ol Pərvin. Sözümü də kəsdin, sualımı da kəsdin. Bu arada elə Davam edə bilərsən. Yox, mən biraz kofe içəcəm. Özdə Milli Book kafedəyik biz. Yəni kitablardan bu bəllidir. Tanımayan bilsin. Milli Book kafe, əla kofe və gözəl atmosfer. Bəli. Denən Emin. Sualım var idi. Yox, qoy biraz yazışsın telefonda, mən sizə deyəcəm. Deməli, sualım ondan ibarətdir ki, Rüstəm, insanın içindən həmən o stержень, как будет stержень? Stержень tapsan mən sən. Stержень deyən baxın. Fundamentini. Fundament, bəli. O fundament Yox, fundament başqa şeydir, stержень başqa şeydir. Stержень başqa bir şey. Göndərəcəm sizi kursa. Stержень. Yəni. Hə, göndər qardaş. Necə podkast Deyir, başlayandan Rüstəm deyir ki, bizi kursa göndərəcək. Mənlə Emini. Push 30-u gözür ki, salsın kurslara göndərsin də siz. Elə bax, Pulsuz göndərmiş. Google Переводчик'in dediyinə görə stержень ləpədir, amma ləpə deyil axı. Oradan axranı çağırıb Pərvini aparsınlar. Rüstəm, həmin o fundament haqqında danışmaq istəyirdim. Sən deyirsən ki, Pərvin daha doğrusu danışdı ki, sən oradan çıxandan sonra sən də özün dedin ki, depressiyadaydın, MMA-ya gəlmək istədin. Yəni fundament döyüşçü fundamentidir. Və bu döyüşçü fundamentin əsasən bu dəqiqə, misal üçün, indi bilmirəm fiziki cəhətdən hazırsanmı, hazır deyilsənmi, misal üçün hazırlaşsaydın, hansı idman növünə gedərdin? Mən indi döyüşlərdən danışıram. Bəlkə də döyüş də deyil, bəlkə futbol. Belə deyim, əgər olimpiya idman növlərindən danışsaq, o mümkün deyil gedib başqa bir idman növündən çıxıb başqa növünə gedib nəticə verərsən. MMA elə bir idman növüdür ki, yəni orada sənin judo bacarıqlarını sən istifadə edə bilərsən. Düzdür, əlbəttə ki, yumruq atmaq lazım idi. O da fikirləşdim ki,
Mən indən sonra gedim kimdən danışım zalda. Hə də, sonra Deyirəm fikirləşdim. də sən onun menecerisən. Ya Ha, bu mənim başımı yeyir də. Elə gedək yaxşı kontrakt yazanı. Elə bir kontrakt yazandır. Xəyal günlər. Hayal notudur. Prosta Rüstəmdir, Nur Maqamedov getdi, çempion oldu elə ancaq boğma fənni ilə də belə. Ya o indi çiftədən o işlə məşğul olub da. Yox, bilirəm. Söhbət ondan gedir ki, Rüstəm deyir ki, misal üçün Ya da bizdə də nimazı güclüdür. Nə qədər MMA araşdırıb baxmışam, yəni çox belə deyim, professional judoistlər orada yaxşı çıxış eləyir. Yəni Ronda Rousey orada var, Kayla Harrison var. Üstünlük güləşçilərə verilir. Üstünü həm güləş, onlar fəndə atıb Nivazada, yəni parterdə davam edirlər. Ya boğma eləyirlər, ya ağrıdıcı fənd eləyirlər. Bəs judoçu üçün çətin MMA-da olmayacaq. Kumir. Conor. Conor, hər şey bilirəm də. O belə xarak. Azərbaycanlı Conordan söhbət gedir, yoxsa oradakı Azərbaycan Conoru tanıyırsan? Yox. Bir dənə Azərbaycanlı Conoru var. Ha, Tanımıram mən. Najda Rustam çıxdı. Rafael Rustam çıxdı. Prosta Rüstəmə baxıram. Rafael çıxdı. Bizim Conordur da. Aha. Fizik özü ardelli bir idmançıdır, şəxsiyyətdir. Azərbaycanlı Conor. Ya o Conordan da yaxşıdır. belə deyim də o UFC qaldıran Conor olub. Sən irəli gedəsən. Sən Ona görə, Rafaelin yəni- administrator olmaq. Ha? Stil də var. Stil özünə aparmağa belə özünə güvənmə. Showman-dir, liqanı qaldıran oldu. PR-ını elədi. Mən o ləzzəti ki özünə güvənir. Özünə güvənir. Yəni rəqibdən zəif olsa da, ta ki bu getdi boksana şeylə. Mayweather çıxır nə bilim deyir səni öldürəcəm. Yaxşı, biz performance managersən indi orada. Və indi MMA-da təzə bir qanun çıxdı. Hər döyüşçünün öz stili olmalı idi, performans olmalı. Orada bir performans yarada bilirsiniz döyüşçülərə, judoçulara. Stili nəzərdə tutursan. Ha, əlbəttə ki. Səhnəyə çıxmaq. Yox, səhnə bizdə orada bu. Orada tatamiyə çıxır. Çox üzr istəyirəm. Səhnə biraz başqadır. Buyur. Bilmir bu güləş. Yəni indi biz çalışırıq. Ümumiyyətlə. Bayaq demişəm, fokus kadetlərə, juniorlara vermişik. Bunlar biraz gəncdir, bunlara stili dəyişmək olur. Yəni öyrədirik bunları zaxvatları komikatada işləməyə, yəni klassik zaxvatlarda daha üstünlük veririk. Çünki klassik güləşəndə yaxa qol deyirlər bizdə. Bütün görüşü kontrol edə bilsən. Yəni belə deyim, bu stildə çalışırıq onlarla. Ona görə biz 2 dənə yapon məşqçi gətirmişik ki, bunların məktəbi belə deyim də daha bu klassik stilinə uyğundur. Bunlar hamısı yaponlar kim Yaradıcıdırlar da. Hətta kim judo başa çıxıb bilir ki, yəni yaponların 90% yaxa qol güləşir. Bunları belə deyim, atmaq biraz çətin olur. Çünki bunlar kontrol edir. Yaxa qol yəni. Amma bizim güləş ta ki mənim İlyasın həmişə üstdən yığmaq idi. Hərdən riska gedirdim. Amma biz çalışırıq indi bizim komanda risksiz. Yaxa qol, kontrol, bir də dözümlük. Rüstəm, sən getməmiş qabaq burada Atletlər Komitəsində çalışırdın. Hələ. Sonra sən ümumiyyətlə onlar çoxdandan arzulayırdılar da, Riodan sonra da arzulayırdılar ki, gələsən ora, orada güləşəsən. Nə səbəb oldu sənin ora getməyinə? Və niyə burada qalıb işləmədin? Elə bir gün soruşmayacağıq. Yox. Gözləyirdim. Prosta bundan gözləmirdim. Biz ona görə Ya bundan gözləmirdim. O ki bilir, o ki bilir. O tərəfdən gözləyirdim. bir saniyə. Onlar çəkinirlər, soruşarlar Nasıl yaxınsan? Atıb eləyərsən də ona görə. Heç nə də. Yox, təklif yaxşı. yaxşı gəldi. Yəni burada da açıq karyera bitirəndən sonra gözləyirdim bir təklif gələr də, yəni adıma layiq, indi baxma da 25. Federasiyadan. Təkcə federasiyada olmasın, yəni başqa yerlərdən də 25 ildir idman içindəyəm də. Amma gördüm ki, yəni belə deyim, indi özümü tərəfdən mənim səviyyəmə uyğun bir iş təklif olunmadı. O necə var elə deyirsən, ha? Hə, ona görə gördüm ki, xaricdən nə bilim, 1-2 dənə başqa ölkədən təklif gəldi. Ən yaxşı kontraktı da Səudi Ərəbistan təklif elədi. Mən də getdim. Yaxşı elədin. Doğrudur, nəticə Yox, verdi. inşallah təcrübə yığıb qayıdacağam inşallah. İnşallah. Təcrübə yığıb Bizim qayıdacağam. idmanın sənin kimi idmançılara ehtiyacı var. Prosta belə deyim də, o tutaq ki, kimya institutunda oxuyursan, 10 il keçirsən, sonra doktorantura qurtarasa, gəlsən sənə deyirlər ki, gəl, nə bilim. Təcrübən yoxdur. Gəl meditsina işlə ya da sən deyirsən mən həkimlik qurtarım. Mən xirurqam axı. Mən xirurqam, mən niyə akuşerka işləməliyəm tutaq ki də. Sanitar. Ona görə özümü şey eləmədim də, yəni görmədim. Bəlkə də dedilər ki, yavaş-yavaş karyeran olacaq, amma
da yavaş-yavaş deyəndə 25 il karyeranın içindəyəm də bu Niyə idmançıda. adın sanın var? Ona görə hələ ki oradayam, inşallah da inşallah. yaxşı. Həm təcrübə yığırsan, həm də nəticə Təcrübə yığıram, özümə də çox maraqlıdır, belə deyim də, özümdə bir challenge yaranıb ki, nəticə verim, özümü göstər, sübut edim hamıya ki, mən bunu bacaram. İnşallah ondan sonra da inanıram ki, bura qayıdacağam, yaxşı bir O vaxt iş verəcəklər. bizim 2 judoçu qonağımız olub. Bir Orxan Səfərov olub ilk buraxılışlarda. Sonra Zelim Koçayev olub. Orxan o vaxt bizdə olanda dedi ki, bizim komanda, indi Zelimi də o komandada sayırdı ki, daha güclü olub, nəinki indiki komanda. Yəni həmən vaxtda. Adı da bu yeri. Nömrəsi var səndə yığaq gəlsin. Zəng gəlir Orxana gəlsin. Amma ondan sonra bu komanda 2 olimpiyadada qızıl medal qazandı. İndi fərqləndirsək, sizin dövr daha nəticəli idi yoxsa indiki dövr? Yenə də gözlənilmədən sual Pərvindən görürsən. Ya bu daha yaxşı bilir də, indi onun içində olur. Zarafat elə əlbəttə. Mənim komandam nömrə 1. Öz komanda heç vaxt ayrılmır. Ya, Amma belə olan deyim sizin də, komandadan da belə hər baxanda. komanda öz yeri var. Yəni bizdə stabil idmançılar çox idi. Hə. Yəni bizdə hansı Avropaya gedib tutaq ki, Orxan həmişə nəticə verirdi. Sən nəticə verirdin. Mən verirdim. Elə Hidayət də bizim Hidayət. komanda idi. Zelim də bizim komandadır. Elmar idi bizim komanda. Uşangi idi bizim komanda. Elxan Məmmədov bizim komanda. Nicat Xalizadə. Yəni düzdür Fatih sonradan gəlib. Murad Fatih balaca idi o. Yəni Məmməd Ali Mehdiyev o da. Uşanqını görmüsünüz. Uşangi bizlə elə Bir yerdə bir yerdə bir. Yəni bizim komanda elə komandamızın yarısı elə hələ ki qalıb. hələ ki orada Hidayət bizlə idi, Zelim, Uşangi. Bir də Fatih bizi görüb, belə deyim, mənlə bir otaqda da Yaponiyada qalırdı. O vaxt elə cavan idi, nəzarət edirdim o. Yəni qoymurdum telefonla oynasın. Saat 11-də yatızdırırdım. Ha, yox. Amma o uşaq çalışqan idi. Fatih Bəs cavan uşaqlardan, çünki bu dəqiqə yaxşı judoçu uşaqlar yetişirlər. Cavanlar da baxıram indi Turan Bayramov xoşuma gəlir. Güləş stili qəşəngdir. Ömər necədir? Ömər Rəcəbli, hə, o da. Hələ Çkayev da bizlə güləşirdi. Çkayev da bizim komandaydı. Düz əvvəl belə nəticə verəməmişdi, amma incə atılışıb. O vaxt da cavan idi, indi də cavandır. Elcan da var. Məsələn, Elcana zədələr çox. Hə, Elcan da, Elcan da stili, Həm olimpiyadada yəni zədə mən var. belə deyim, xoşlayıram o stildə, belə riskli güləşdə, belə amplitudlu brasoklar. Ümumiyyətlə idmançı dözümlü olmalıdır. Karyerada elə an olub ki, otaqda öz Bağlayırdın, tək qalırdın, hər şey atmaq istəyirdin. Elə bir məğlubiyyət olubmu elə an? Bəli, əlbəttə ki, olur. Hər idmançı olur belə. Həmişə belə deyim, yüksəklikdə olmaq olmur da, dayanmaq olmur. Hərdən düşürsən, tezdən qalxırsan. Prosta o düşən momenti gərək sən özü toplayıb tezdən sınmayasan, tezdən qalxa bilərsən. Əgər düşdün, sən dedin ki, hepsi o alınmır, qalacaqsan elə aşağıda. Ən çox yadda qalan hansı moment? Tutaq ki, 2018-də bəzi problemlərə görə indi dünya çempionatı ilə tam hazır deyildim. Bakıda idi dünya çempionatı, uduzdum dünya çempionatında 3-cü görüşdən. Tutaq ki, rəqabət vardı Hidayətlə. Hidayət 3-ə çıxmışdı orada. Sonra 2017-də mən İslam oyunlarda Hidayətə uduzmuşdum finalda. Dünya çempionatından sonra məşqçilər dedi ki, 81-ə qaldır çəkini, 73 yəqin 90% Hidayət gedəcək olimpiyadaya, vaxt itirmə, belə. Açıqda getdim bir yarış 81 yoxladım. Amma gördüm ki, nəysə ürəyimcə deyil də bu. Hiss edirəm ki, mən 70-də nəticə yenə verəcəm. Və ondan sonra Masters gəldi. Guangzhou. Guangzhou, hə, 2018-də Masters, dünya çempionatı sonrası. Çox üzr istəyirəm, tərcümə. Seriya Masters. Seriya Hə, elə bir reytingin 16 nəfər ən güclü Masterlər gəldi. Masterlər gəldilər, hə. reytingin 16 ən güclü idmançılar hər çəkidə çıxış eləyir. Masters gəldi. Mən dedim ki, mən 73-də qayıdıb güləşmək istəyirəm Mastersə. O vaxt Ukrayna məşqçi var idi. Qayıtdı ki, yox, sən niyə sonra vəs sala bilmir, çəki sala bilmir, hazır deyilsən, onda belə başda danışmışdım. Yox, getmək istəyirəm. Sən mən yaparmı? Mən gedəcəm. Getdi həmin Mastersə. Çempion oldum orada. Ondan sonra dedim, yox, hepsi 73 axıra kimi olimpiyada kimi gedəcəm mən. Sonra növbəti il Avropa oyunlarda 2-yə çıxdım, Avropa çempionatı 2-yə çıxdım, dünya çempionatı 2-yə çıxdım. Qızıl xaramdır ona görə. Gümüşləri yığırdı. Hə, yaxşı nəticə verdim ondan sonra, çünki özümə inandım. Amma mən kimsə qulaq asaydım, tutaq ki, kimsə, bəlkə o istəmirdi mən nəticə, bəlkə o Hidayəti daha çox məndən istəyir, bilmirəm. Amma mən özümə inandım. Öz içimdəki Rüstəmə dedim ki, yox, 73 istəyirəm, axıra kimi də gedəcəm.
lap udursam da mənim günahım olacaq. Amma nəticə verdim, olimpiyadada getdim, çıxış elədim. Düzdür, medal qazana bilmədim, amma yəni qazansaydım qəşəng bir tarix idi. Cüdoda 2 dənə medal təkcə məndə olacaqdı. Amma inanıram inşallah bu olimpiyada Hidayət Yazili İkinci medal götürəcəklər. O çox gözəl bir şeydir, 2 dənə olimpiya medalı. Amma sən 3 olimpiyadada iştirak eləmisən də, bu da az deyil. Londonda. 3 London, Birinci Rio. ala baxırda getdin. Londona ala baxırda getdiniz. Qatar bıxırdı. Tokyo götürüb 20-də olsaydı o kanal. Onu sən daha yaxşı formada. Çox qəşəng formadaydı. Reytingdə də bir də saldılar 21-ə biraz. Yaş da o yaş değildi. Yavaş-yavaş formadan başladım düşməyə. Bəs nəyə görə judo? Necə oldu ki sən o Judo? Heç özüm bilməm. Judo Ya gəldi. düzünü denən də. Yox, həqiqətən nədən başladı? Bax, Nədən başladı? Ən birinci bax sən dedin bax budur judo. Mən Rusiyada doğulmuşam. Orada oxuyurdum məktəbdə. Belə yəni biraz balaca idim də belə balaca boy, arıq uşaq idim. Döyülürdün bir söz. Hə, çox da ölürdüm. Dönəndə bu Çox sataşırlar da, çorni deyirlər, çurka deyirlər, hərəsi bir şey deyirlər. Hə, detski travma. Yo, belə travma yoxdur. Sonra bir dəfə məktəbdən qayıdanda o tutdular bizi 5-6 dənə olmuşam. Mən bütün paltarlarımı o şey götürdü. Kurtkadan tutmuş, kofta, Allah haqqı, şalvar, zat, hər şey götürdülər. Sumkanı apardılar. Niyə gülürsən? Ondan sonra gəldi belə gözlə. Sən niyə gülürsən? Yox, mən dedim bu bunu danışmayacaq. Heç harda danışmayacaq. Döyüblər səni Rusiyada. Niyə zastupis eləmədin o? Mən buradaydım. Ya mən Moskvadaydım Belə onda. dostlar, buna nə olsun. Onda biz dost Gülmə, deyildik. Pərvin zarafat eləmirəm. Cəmadə çurka, bu da gülür. Çurka azır deyəndə sən gülürsən. Olmaz belə Yox, şey bu eləmək. istoriyanı yaxın dostlar bilir də. Amma sən Rüstəm bunu heç harda danışmayıb. Ondan sonra Dedim yəqin danışmayacaq. İdmana qoyublar ki, özümə bir müdafiə eləyə bilim judo. Orada da bizim evimizin yanında Neyləkir şəhərdə klub var idi. Orada judo var idi, güləş, karate. Belə baxdım, judonu seçdim. Yəni belə paltar, ağ paltarı xoşuma gəldi kimono. Belə nənəm apardı, qoydu. Elə 7 yaşından başladım. Xoş, yəni gedəndən elə birinci gündən xoşuma gəldi. Yəni elə bir şey olmadı ki, ayda bu nədir, nə bilim. Xoşuma gəldi ilk, çox xoşuma gəldi. Sonra o ki, başlayırsan professional gün, hərdən yorulursan, yorğun olursan, bəzi məqamlar olur ki, deyirsən ki, ayda mən nəyə gedirəm? O momental olub hamıda, amma geri valideyn sən belə deyim, biraz məcbur eləsin, biraz məşqçi yaxşı olsun, sənə biraz motivasiya verə bilsin. Yəni evdəkilər razı idi ki, sən judoya getsən. Yəni Razı idi, məcbur elirdi atam mən. Yox, nəyə görə deyirəm? Yəni həm məktəbli oxumaq, həm judo ilə məşğul olmaq. Yəni heç kim demir ki, özdə məktəbdə də yaxşı oxuyurdum mən. Bundan başlamaq lazım. Yox, yaxşı oxuyurdum. Disiplina dostlar, görürsüz, disiplina. Həmişə yaxşı oxumuşam. Düzdür, o 10-cu sinifdən oca başladım milli komandaya. 10-cu ya 11-ci kadetlərin arasına milli düşdüm. Oca başladım biraz belə deyim. Oraya gedib payəskalar çox azaldı. Onda oca 5-lər azaldı, biraz 4 oldu, hərdən 3 olurdu. Amma işte özüm girdim. İkinci qrupa hazırlaşırdım mən. İkinci qrupa narxoza girmək istəyirdim. Sən Rusiyadaydın, necə? Yox, mən 14 yaşımda keçmişdim. 14 yaşında keçdin. Hə, bunu hardan tanıyıram? İnstə bir yerdə gəldim, düşdüm bunların arasına. Hə, mən Həyat ondan sonra dəyişdi. Mən narxoza hazırlaşırdım. Prosta sonra məşqçi qayıtdı ki, yəni narxoza olsa o gərək dərslərə getsin. Amma İdman Akademiyaya getsə orada şərait yaradırlar ki, millidə getib çıxış eləsin. Elə hazırlıqsız atsız mən getdim 4-cü qrupa balları yığdım, gedim İdman Akademiyasına. Mən narxozda oxumuşam, judo orada yoxdur. Yaxşı elədin getmə. Judo fakültə yox idi. Yox, hə, əvvəl yox idi. Hə, əvvəl tək mübarizlik idi. Yox, bu narxozdan danışır. Hə, narxozdan, yox hə. idi bizdə. Amma sonra ikinci təhsil aldım 2018-də. Əla idi, prosta deyəmədim. Yox. Yanına. Prezidentin yanında İdarəçilik Akademiyası, Management fakültəti qurtarmışam. Ona görə deyirəm, o 2 təhsil almışam, orada deyirlər ki, Bir dəfə dəyişdirəm. Sən bilirdin. Sən bilirdin. Üstə oxu deyirdim. Sami sən bilirdin. Eminə deyirəm, sən bilirdin. Deyir, institut oxumağını bilirdim. Amma harda oxumağını Amma bilmirdim. harda? Prezidentin yanında özü də menecment. management. Bitirdin nə yazdı? Bitirdim ha. 3 il. Ona görə performans. Ona görə də CV yazıldı, qəşəng oldu. Yəni Rüstəmin həmçində Bakıda akademiyası var, judo akademiyası. Rüstəm akademiya bu- haqqında da biraz məlumat bu da ver. bunun dostu. Yox, bu özü danışsın da o haqda. Mən niyə biri 189, 190 nömrə məktəbdə açmışam. Birinci zalımızı orada açdıq. Gördüm ki, tələbat var. Olimpiyadan sonra daha çox tələbat oldu judoya. Fikirləşdim, sağ olsun da federasiya belə deyim, tatami verdi. İkinci zal açdım Əhmədidə. Yeni daha belə deyim, daha çox adam Əhmədidədir bizdə zalda.
Tələbat daha çoxdur. Hə, Əhmədlidə zonda daha çoxdur. Ümumiyyətlə karyerada keçmişə qayıtsan nə dəyişmək istəyərdin? Belə bir gestalt qaldımı? Onudan deyən ki, danışmırıq indi. Yox, heç nə. Heç nədən mən, yəni heç nədən narazı deyiləm. Yəni şükür Allah hər şey vermişəm də nəticə. Ondan gözəl ola bilərdi, amma olub da, olub. Ya, Budur mənim vəsə. Heç nə dəyişmək istəmirəm. Hər şey əla. Sən bunu tale ilə bağlayırsan, yoxsa onunla ki, yəni artıq bunu yəni maksimumdur, yoxsa necə yəni sən görsən razısan sən? Razıyam öz karyeramdan. Yəni adam var arzusundadır ki, olimpiyadaya getsin, bir dənə baxsın olimpiyadaya, çıxış eləsin. 3 olimpiyada görmüşəm, 2 dünya final güləşmişəm, olimpiya medalım var, Avropa 5 dənə Avropa medalım var, Avropa oyunları, İslam hər medalım var. Yəni indi elə adam var ki, 2 Grand Slam ya 2 Grand Prix medalına karyerasını bitirir. Yəni mən necə deyə bilərəm? Ha, mən qızıl istəyirəm. Yəni, əlbəttə ki, istəyirəm, amma nəysə qayıtıb dəyişmək məncə Rüstəm bir neçə ildə Albada dünya reytinqində birinci yerdə olub. Bütün çəkilər arasında. Bir neçə ildə Albada. Yox, 2015, 2016, 2019, 2020. Bu zarafat deyil, dünyada demirəm bir sən. Yəni bütün çəkilər üzrə bir öz çəkisində. Sonra çıxırsan deyirsən, sən deyənəm. Lüboysun özünə. Yox. Yəni misal üçün deyirsən. Okay, bəs görsən mənim sualımdan bir balaca qaçdın sən. Qaçmadın da dedin ki, bəs judo seçərdim yenə də. Bax, judo yoxdur. Bax, təsəvvür elə ki, yoxdur. Hə. İndi Allah eləməsin də. No, yenə də idman seçməlisən. Bax, həmin o 7 yaşlı Rüstəm gedir zala və judo görmür orada. Karate görür, boks görür, nə bilim, kickboks, MMA yoxdur. Nə seçərdin? Səncə? Biz uşaq vaxtı bilmirdim ki, olimpiya idman növlərinə daha üstünlük vermək lazımdır. Deyirəm də, bax, onu bilmirsən sən, təsəvvür elə. Onu bilmirəm. Bax, belə 7 yaşlı Rüstəm nə seçərdin? Bəlkə də nə bilim karate, çünki uşaq vaxtı biz nə bilim Jackie Chan, Bruce Lee-ə da baxırdıq, şpaqat uzatırdı. Bəlkə karate seçərdim, bilmirəm. O da onlar da şeydə kim onda. Yox, Bir dəfə amma yəni amma indiki ağlım olsaydı, tutaq ki, judo olmasaydı, dedilər ki, idman növü seç. Mən başqa idman növü seçərdim, olimpiya idman növü seçərdim. Çünki olimpiya o hansı məsələ? Zirvədir, elə bir Everest, hə? Hansı məsələ? Güləş bəyənirəm. Boks da bəyənirəm. Yəni hər idman növünün öz gözəlliyi var. Düzdür, judo uşaqdır. amma başqa idman növü, yəni hərəsinin öz idmanı üçün gözəldir. Hər bir idman üçün öz idmanı uşaqdır da. Mən bizə nəyə görə soruşdum? Bizim baş sponsoru da biz nə istəyirik seçirik də. Bax, mən məsəl üçün bugün səhər durdum. Bildim ki, səhər bizim çəkilişimiz var, sonra gedəcəm görüşə. Görüşdən və efirdən arası girirsən bir dənə qəşəng idman zalına, məşq edirsən. Orada qruşa var. Yəni hər bir idman zalında demək olar ki, qruşa var. Sonra Pərvin gedəcək şeyə, mən bilirəm 100%. Mən işə gedəcəm. İşə gedəcəksən. Orada qruşa var, judo var. Judo, sən ora getsən olacaq orada judo. Yəni sözüm ona gedirəm ki, yox, orada tatamilər də var bildiyin. Yəni qruşadır. Boş tatamidir. Orada istəyirsən nəsə elə də, nə bilim, eləyirsə belə o. Naklon zat. Belə burada aşağıda zal var, İbrahimgilin zalı var aşağıda. Yəni istəyirsənsə düşüb orada qruşa falan, parazat işlər. Qruşa lazımdır. Sən nə lazımdır? Deyirəm təşkil eləyək. Bu dəqiqə zəng eləyəm, bunları təşkil. Yəni deməyim odur ki, yenə də sözümü kəsdin. Çox sağ ol Pərvin. Pərvin, bizim baş sponsorunun əsas rəqibi Pərvin Qorşu. Push 30-a bəli, sağ ol deyirəm, demək istəyirəm ki, çox sağ olun ki, siz varsınız. Belə qaça-qaçda idmanla məşğul olmağı daha da yaxın edirsiniz və əl çatan edirsiniz. Push 30. Və bizə dəstəklərindən qalmırlar. O öz yerində, dostlar. Rüstəm, sən judo başlayanda qaydalar biraz başqa cür idi. Yuko idi, amma indi çox dəyişdi qaydalar. Sonra çox dəyişdi. Ümumiyyətlə çətin olub, daha çətin olub. Çünki xal qazanmaq çətin. Belə deyim, mənim üçün çətin biz nə vaxt olub, ayaq olan vaxtları. 2008-ə qədər bizdə ayaqlar var idi. Mən də biraz uzun idi, mənim stilim üstəlik. Hamı ayağa girirdi, atırdılar məni. Ondan sonra 2008-də olimpiyada sonra ayaqları yığışdırdılar. Onda elə bir rastçı oldu. Yəni başladım rahat güləşməyə, öz fəndlərimi rahat eləməyə. Bilirdim ki, ayağa girən yox, kontrol edirdim. Yəni ondan sonra başladım da bilədim 2009-dan sonra Onda sənə bu üstünlük verdi. Ayaqları yığışdırım, bəzi yox, üstünlük verdi mənə çox. Ayaqları yığışdırım. Bəzilərinə tutaq ki, bizdə o vaxt Elnur Məmmədli,
Nicat Xalizadə var idi. Onlar ayaqdan yəni bırax hamısını parçalasınlar da, ayağa girib qaldırıb çırpsınlar yerə. Onlar elə güləşirdi. Amma indiki cüdo başqa cürdür. İndiki cüdo dözümlüydü. İndiki cüdo kontroldur, sakitçilikdir, biraz belə deyim. Daha belə Daha sakit, daha təmkinli. hə və məncə daha gözəl olub. İndi. Gözəl. Gözəl. Əvvəl Performans daha çox idi o vaxt. o vaxtı çox atırdılar, amma o vaxtı baxırdın hamısı əyilirdi belə, ayağı çalışırdı girməyə. Bir növ güləşə oxşurdu, sambo oxşurdu. Amma indi judo hamısı dik güləşir. Belə yəni atanda da qəşəng brasoklar var, uranagi, nə bilim, yəni Zashagi, Kasatagake. Hə, bütün fəndlər var da, əvvəl bir də ayağa girmirsən. İndi daha maraqlı, daha gözəl görürsən. Mənim üçün hə. Doma. Biz nəyə görə üstünü həmişə xarici məşqçilərə vermişik? Bilir, nəsə bilir. Bu Rüstəm güləndə. Amma demir, Demir. Təsəvvür eləyirsən. Yox. Nə plusları var? Nə plusları var? Bilmirəm, bəlkə üzümçilərə güvənmirlər. Nəyə görə xarici məşqçilər sual belə idi. Nə plusları var, adam söhbət getmir. Yox, dedi də o da. Dedi. Bəlkə üzümçilərə güvənmirlər, bilmirəm. Bəlkə bizimkiləri daha savadlı bilmirəm. Vallahi mən olsam, mən ancaq özümçilərə yığaram. Dərsə Səudiyyə Ərəbistanında işləyəndə indi çalışıram, indi işsiz bizə köhnə idmançılar var. Hamısı çalışıram ki, heç olmasa klubda bir iş vereyim. Çünki öz idmançıları buradakı bizim idmançılara işsizlik var da, indi bəzi klublar zalar açır, amma yəni imkan yoxdur. Mən də çalışıram, orada klublar açılır, bizdə klublar məndən CV-lər istəyir. Mən çalışıram ki, onlara şərait yaradım ki, orada heç olmasa klubda, orada maaşlar biraz yüksəkdir. Ha, buradan getsinlər ora, orada məşqlər keçsinlər. Neçə nəfər gedib? Məndən qabaq orada 2 dənə Azərbaycanlı işləyirdi. Amma bunlar уже 2 ildir məncə, 2-3 il klublarda işləyirlər. İndi də 2-3 nəfər məşqçi ora gedəcək. Düzdür, belə deyim, top güləşənlərdən deyirlər. Amma məşqçi kimi yaxşı məşqçi kimi yaxşı məşqçilərdir. İndi millidə işləmirlər, öz klublarında işləyir, qazanc deyil. Ona görə hər yaxşı idmançı yaxşı məşqçi ola bilmir. Amma məşqçi kimi yaxşı məşqçilərdir. Yaxşı məşqçi, yaxşı idmançı olmayıb da. Oğuz veriliş qutarda birlikdə də bunu deyim biləsən də, gələn dəfə nəzərə alasan. Bunlar əcə geyib aşağı düşməlidir. 2016-da ilin yekununda sənə bir sual verdim. Bu ildə, yəni ki, bu il nədən fərqləndi? Sən deyirsən, bu il ən xoşbəxt bir ilimdir. Həm olimpiyadada ikinci oldu, həm ata oldu. Bəli. 2016. 2016-da ata oldu, bir də 2018-də. 2016-da qızım oldu. Necə baxır? Yəni ki, çempion kimi baxır ya da ailələr necə bir insansınız? Strog insansınız? Yəni belə özümə də çox fəxr eləyirəm. Oğlum gəlir, "Moy papa judoyu" belə gəzməyə var salda. İndi o da judoya gedir. Hə, biraz o seçmedi yoxsa sən belə fikirləşdin? O Çünki olimpiada növüdür. yox, özü o seçdi. Belə deyim, soruşanda nə olmaq istəyirsən? Deyir, yəni sən kimi çempion olmaq istəyirəm. Sən kimi judoist olmaq istəyirəm. Amma məşqin vaxtı gələndə deyirəm ki, gedək məşqə. Bəlkə getməyə bu gün. Bəlkə sabah gedək. Başlayır fırlatmağa. Amma mənim atam belə istəyir, hə, amma məşq eləyəndə çatanda biraz çətindir. Amma atam sağ olsun, yəni hər dəfə hər məşq nəzarət edir o. Sən də yumşaq ata yoxsan deyirsən, o getməlisən desən yaxşı qal, hə? Məni məcbur eləyirlər hərdən, yəni amma mən sevinirəm ki, mənə məcbur eləyirlər. Əvvəl bəlkə də xoşum gəlmir ki, mən niyə idmana gedirəm, hamı gedir, uşaqlar tutaq ki, gəzir harasa, Counter-Strike oynayırdı kompüterdə. Mən də həmin vaxtı yığışırdı, saat 5-də uşaqlar gedək Counter-Strike oynayaq. Hamı düşürdü Counter-Strike oynayırdı. Rüstəm geri sumkayla məşqə. Papam məcbur eləyirdi. Amma indi başa düşürəm ki, yaxşı ki o vaxtda elə mən məşqə getmişəm, Counter-Strike-a yox. Amma Counter-Strike-da pis oynamırsan, hə? Elə müəllimim budur da. Oynayıbsan sən Counter-Strike Rüstəmlə? Əvvəl oynayırdıq, bir-iki dəfə olub. Ya oynamamışıq. Birinci dəfə də görürəm Rüstəm ümumiyyətlə. Yox, oynamışıq. İnstitut vaxtı bir-iki dəfə oynamışıq. Mənim aparıcı. Mən aparıcı deyiləm, aparıcı odur. Hə, apar da. Apar deyim. Apar.
Yaxşı. İdmandan kənar necə bir insansan? Ən çox nə xoşlayırsan? Hə, nə ilə məşğulsan? Yəni ki, futbol oynayırsan, bəlkə. Nə bəlkə balıqlar var evdə, nə var? Ha, balıqlar var idi. Elə bu balıqlardan idi. Hamısı öldü. 7-1. Ha, 7-1. Yo, mən 3 dənə götürə bilərsən. Sən onlara Aldım. yem vermirdin, nə onlara? yo vermişdim yem. Prosta aldım. Sonra ikinci partiya biraz böylərdi. Alın bunlardan. Böylər balacaları Özdə yedi. hamısı sənə tərəf gəlib, fikir verirsən. Hiss edir. Görüblər, Rüstəm. Amma 3 Amma saat belə- yanıyıb, sonra yatan çıxdın, sonra Balıq tutmağı xoşlayıram. Hə. Balıq tutmağı xoşlayırsan. Ha, balıq tutmağı xoşlayıram. Прослушал, пока говорил эту шутку неинтересно. Elə. Rüstəmin qardaşı da balıq tutur. Ha, rəsmi Hə, Türkiyədə. var ya balıq tut. Bizdə hardasa O professional Bəlkə başlayıb. Professional başlayıb. Amma getmir Rüstəm balıq tutmağa aparaq. Nə qədər burdasan? Saat neçə kimi? Bir ay burada, bir ay burdadır. Bir ay burdadır. Aynen. Sezondur indi balıq tutmağın. Balıq Sizon hər dəfə. Ya belə olmur. Hər sezon. Ya icazə müddəti var da. İcazə icazə. veriləndə Ha, gedib tutursan. sən rəsmi bizdə də gedirsən. belədir, rəsmi icazə. Hə, rəsmi icazə var, dövrü var da. Elə bir bu Yaxşı, mövsüm öyrənərik bu vaxtda Rüstəm. balıq tutmaq olar. Məndə Elə dərsəm, elə bir şey gedirsən bu. Bir də bu da çıxır Artyomda atmaqdan nə icazə? Lotka ilə getmirsən axı. vodka ilə yoxsa lotka ilə dedin sən? Vodka ilə. Vodka ilə sən nə Vodka deyirsən? ilə. Bizə səni mən soruşuram. Bax indi Meyrab qardaş, səndə neçə dənə udiçka var? Mənə deyən biz balıq tutmağa getmək istəyirik Arçama. Və evdə nə vaxt olasan? Rüstəm Orucov gəlir, aparmaq istəyirəm onu. 4 dənə uduçka var. 4 dənə yoxsa sən getmirsən. Mən niyə getmirəm? Olmaz, balıqlar görüb qorxacaq. Hə, mən demək istəyirəm ki, Hə, bunlar ona görə bu tərəfə gəliblər, o tərəfə getmirlər. İstəyirəm. hə yox, Rüstəmi tanıyıblar. Hə. Uduçka zad lazım deyil. Rüstəmin qardaşı Rasim peşəkar balıq Ha, tutmaqla o məşğuldur. balıq tutur. Gətirəcək biz uduçkaları. Şükürəm öyrəşdi bax. Burada Türkiyədə nə bir özünə yaxta zad alıb ki, balıq tutur. Türkiyədə də mən buradan danışıram. Deyərik gələr, yox. Ya da biz gedərik. Rüstəm, axırıncı bir sual. 10 ildən sonra özünü harda görürsən? Wow. Hoppa. Harda görürəm, yəni- harda olmaq istəyirəm. Ya harda olmaq ölkə kimi istəyirsən? yox da. Yəni ki bax Rüstəm Orucov misal üçün öz komandasına olimpiyada göndərir. 10 ildən sonra Hə. 2036. 2036 Rüstəm istəyir ki, həm bir qəşəng imkanı olsun. Otursun hardasa bir yaxtada. Balıq tutsun, hə? Balıq tutsun, ailə ilə, uşaqlarla. Hardasa İspaniyada. Yaxşı, bu 1 həftə, 2 həftə olsun. Olsun bir ay sonra. Deməli, idmanın başını Bir buraxırsan həftə, da. 2 həftə bezmərəm. 5 il, 10 il gedər belə. İndi belə deyirik, bezərsən. Doğrudan bezərsən. Bezərəm, 10 ildən sonra mən Ondan sonra. Məncə 10 ildən sonra 2036 hə, olimpiyada ilinə düşür. Hə. Rüstəm öz yetirmələri ilə həmin olimpiyadada nəticə verib qayıdacaq. Bəlkə də öz oğlu ilə. Oğlunun 8 yaşı var da, düzdür indi. Düşür bu 18. o vaxt. 18 niyə də? Düşür 18 Giz, yaş. amma çətin. Amma cavan, çətin Oğlu malca. olmasa da Şüşə salarsan da. öz yetirmələri ilə. İnşallah Rüstəm. Heç vaxt heç saldırmaram da onu. O əziyyət, o Qan zülümdür ağrıydı. da, o zülüm idi da. Belə də dostlarım var da, oturub kebab yeyəndə sən də çəkirsən da, vəbşə. Ya biz elə şey eləməmişik, yalan danışırıq. Orxan eləyirdi. Hə, Orxan eləyirdi bizə. Orxan. Orxan. Qasımlı var, sən nə sən. Ha, o başqa Orxan. O da abratına götürür. Ona da olur. Düşür. Rüstəm, O, yaxşı sən. ənənəvi sual. Arada bir də oldu da emin nə sual var? Pərvin. Ənənəvi olacaq axı. Hansı maraqlıdır? Hamı nə vaxt gedək, hə? Odur sən. Ya. Kifayətlə dostluq haqqında, rəqabət haqqında. Açığı bizim komandada belə deyim, demək olar ki, yoxdur. Hər çəkidə 2 nəfər var idi, rəqabət idi. Amma yenə də biz bir komanda idi. Biz baxmırdıq. Biz bu mənim rəqibimdir, bu şey. Tatami də hər rəqib ola bilərdi. Amma harasa yarışa gedəndə biz bir komanda, biz Azərbaycan təmsili, amma dost kimi idi. Həmişə bir yerdə gəlib gəzirdi. Bir olub ki, bir yerdə nə bilim kluba da getmiş. Hamımız dost Sən kimi. kluba da gedirdin ha. Yox, indi çempion olanda hardasa onu yumaq lazım idi. Həmişə stol nakrivaydı. Amma belə deyim, nəsə nifrət bir-birimizə eləmək, nə bilim kim, nəsə bir-birinin torbasını tikmək, heç vaxt olmuyor. Nə hidayətdə, nə məndə. Yəni dost kimi indiyancaq bir-birimizə əngilirik, hərdən təbrik edirəm onu ad gündə, nə bilim. O da mənə yazır ki, nə suallar olanda. Rüstəm, yaxşı, Azərbaycanın 1, 2, 3, 4 olimpiya çempionu var judodan. Aha. Saydı 1 2 3 4. Aha. Yox, bilirik də. 4 olimpiya çempionu, 2 dənə gümüş, 1 dənə bürünc. Bürünc. Dəfələrlə Avropa çempionu olan idmançılar var. Dünya çempionu 3 nəfər var. 3-də də səhv eləmirəm. Bəli, İlham Məmmədov, İlham Zelim Məmmədov, Qatsoyev Zelim və Hidayət. Zerim Hidayət. 3 11 il olmayıb da.
5 ən yaxşı Azərbaycanlı cüdoçu bütün tarix boyu. Biri bilirik. 2, 3, 4, 5. Hidayət nömrə 1 sayılır çünki Olimpiya qızılı, dünya, Avropa. Avropa. Zelim ikinci yerdə, Elnur, Nazim və mənim üçün Məud Mirəliyev. 5-ci. Hə. Bəs Rüstəm Orucov? Rüstəm indi getdi də oraya. Yox, Məud açığı mən kumirim Məud olub da, onun disiplini, özünü aparmaq. Həmişə zala gələndə başqa bir aura gəlirdi Məud məndən. Belə bilirsən necə idi? Nümunəvi idmançı idi. Heç vaxt görməzsən ki, nəysə belə artıq bir şey eləsin, gülsün məşqdə, nəysə belə həmişə ciddi idi. Elə idmançı olan vaxtı mən elə junior idim, kadet idim. Hə, siz eyni vaxtda güləşmisiniz. Belə eyni vaxtı görürəm, mən balacalarda görmüşəm, kadetlərdə. Bu uje olimpiyadada zaten olimpiyada hazırlaşırdı da 2008. Gəldi zala, o gələndə hamı belə çəkinirdilər ondan. Çünki özünü aparmağı belə ləzzət elirdi. Disiplin. O gələndə məşqə heç kim danışmırdı uşaqlar. Razdivalka girdi, hamımız otururdu, gözlədik ki, Məud mənim kimsin? O vaxtda müəllim də deyildi, idmançı idi. Prosta hamıdan yaşlı böyük. Çünki hamı hörmət eləyirdi o. Çünki özünü aparmağı başqa cür idi. Ona görə ona çox böyük belə hörmətim var. Necə, nətər eləyək? Sağollaşaq? Sağollaşaq. Da. Rüstəm, və sonda istərdik ki, sağollaşmadan öncə bizim podkasta nəsə arzulayasan, ya da ki, cavan cüdoçulara buradan nəsə tövsiyə bir verərsən. Qısa bir tövsiyə, bax nə ən vacibdir və söhbəti bağlayaq. Ən vacibi pis vərdişlərdən uzaq olmaq, məqsəd qoymaq və disiplina. Yəni məşqlər, budur sirri. Sirri budur. Yəni çempion olmaq istəyirsənsə, bunları elə nəticə verəcəksən. Siz podkasta baxırdınız dostlar. İdmanla qalın, idmana yaxın olun. Push-otu sizə kömək edəcək. Bizə baxanda daha da yaxın olacaqsınız. Bizə dedikdə Pərvin Qoyurçu, Emin Əhmədov, mən Rüfət Xələfov və Avropa çempionu, dünya gümüş medalının sahibi də, düzdür? Çox sağ olun. Olimpiyada 2 qat. Çox üzr istəyirəm Rüstəm mənim. Daha zarafat edirəm. Rüstəm Orucov idi. Söz gedirik hamama da. Mən bəşləri yığmışam gedək. Gedək. Burada yaxındır. Bizdə push-otuzdur, səni aparacaq ki. Getdi.